ki dalbadan mesajlar gəlir müxtəlif kontaktlarımdan. Görürəm ki, bu il 15 illik yubileyini qeyd edən Araz Supermarketlər şəbəkəsinin adından kampaniyadır güya. iPhone 17 qazanmaq imkanı daxil olursan, həmin o linkə sən orada çıxır deməli qutular. Qutuların içində biri deyir bəxtinizi sırayın, ikinci dəfədən, üçüncü dəfədən hamı da normal, yəni iPhone qazanmaq şansı əldə eləyir və buna görə də 15 nəfərə də adlarını, soyadlarını əlbəttə ki, telefon nömrələrini daxil etdikdən sonra 15 nəfərə müxtəlif sosial media vasitələri ilə WhatsApp'dır, Instagram'dır və digər sosial media hesabları vasitəsilə bu linki göndərmək tələb olunur. Burada özümə stop dedim. Düzdür, mən də şirnikləndim. Görə zəng elədim elə Veysaloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, bizim dostumuz, həmkarımız Məhəmməd Əli bəyə. Üzə çıxdı ki, bu heç bir kampaniya deyil. Bu dələduzların növbəti bir oyunudur. Aldanmayın, belə linklərə daxil olmayın. Sonra da deyirik ki, şəxsi məlumatlarımız getdi, ay nə bilim kartdan pullarımız getdi və s. Ona görə də ayıq-sayıq olun. Belə bir kampaniya sən demə yaxın vaxtlarda, elə o qədər də uzaq keçmişdə deyil, Bazar Store və Kontaktomun adından da dələduzlar əl atmışdılar.